İstedadların yarışı Solo Star. Küleyim, şoş denizim, denizim bu deniz. Dağla bizim, reyhan bizim, anamız bu deniz. Es küleyim, şoş denizim, denizim göy deniz. Dağla bizim, zehra bizim, anamız bu deniz. Dostlar bize göy deniz əzizli, sevgilimiz denizli, denizli. Gəlirəm Xəzəri yara yara, göy sular nur çilər bu diyara. Sənsən ürəyim, arzum diləyim, sənsən ürəyim, arzum diləyim. Sənsən əzəl mənim ürəyimdə, sənsən Xəzər mənim ürəyimdə. Sənsən əzəl mənim ürəyimdə, sənsən Xəzər mənim ürəyimdə, sən. Balam ürəyimdə sən, balam ürəyimdə sən. Sənə könül bağladım, MTV'de çalmadım. Sənə könül bağladım, çaylar kimi şarladım. Mən səni bir duyğu tək Solo Star'da sakladım. Mən səni bir duyğu tək ürəyimdə sakladım. Qoşar xalım zilqara, kibriyində milqara. İnanmasan eşqimə, and içərəm ilqara. Qoşar xalım zilqara, kibriyində milqara. İnanmasan eşqimə, and içərəm ilqara. Sevki sevməd ola, sevməyəm naməd ola. Saz götürüm, daxsan yazım hüsnünə. Bahar güllərindən tazı kəndimiz, güllü yaylaqların, meyvə bağların. Güllü yaylaqların, meyvə bağların. Nə qəşəngdir, nə gözəldir kəndimiz. Kendimiz, ne qəşəngdir, nə gözəldir kəndimiz. Afan büyülü bol məhsullu çöllərin, aşıqyam səni vuran əllərin. Nə xoş geçir günün ayın günlərin, nə xoş geçir günün ayın illərin. Dönüb Zimistana bizim kəndimiz, Almalı heyvanın arlı kəndimiz.
bugünkü verilişimiz Soul Star verilişimiz. Teşekkürler, teşekkürler. Akşamınız xeyir olsun değerli televizyon tamaşaçıları. Hoş gördük sizin her birinizin, benim əzizlərim. Yine Solo Star istedadlar yarışında sizinle beraber görüşürük. Bugün yine sizin için çok güzel mahnılar, çok güzel musiqiler hazırlamışıq. Ama bilirsiniz ki həftənin bir günü biz mütləq şəkildə Solo Star istedadlar yarış iştirakçılarından bir nəfəri nə edirik? Misal... Yola salırıq, özü təntənəli surətdə yola salırıq mənim əzizlərim. Bugün bilmirəm kimin bəxtinə düşəcək, kimi belə təntənəli surətdə yola salacaq. Sizcə kimdir? Mikrofonunuz hanı? Hanı mikrofonunuz? Var mı orada? Aha, deyin görüm, deyin görüm. Kim, fikrinizə kim gəlir? Axşamınız xeyir olsun Nurani xanım. Yəqin ki mən olaram bu gün. Özü dedi, özü etiraf etdi, gördünüz. Aha. Hər kəs salamlayıram və burada canlı yayım açmışıq bilirsiniz ki bizim Solo Star səhifəsindən. Hamı yazır ki Vüsal'la deyir Hülya qalacaqlar duelə. Hardan götürdünüz onu? Vüsal'la Hülya duelə. Niyə qorxdunuz? Yox, duel adı gələndə niyə qorxdular ki? Nə bilim var. Deyir ki Allah eləməsin deyir. Niyə Allah eləməsin? Yəni nəhayət ki duelə qalmalısınız da. Hə Vüsal? Nə düşünürsən? Salamlar, hər birinizi salamlayıram. Biraz həyəcanlandım bu sözdən sonra. İnşallah ki elə bir şey olmaz. Olmaz, qəti surətdə. Hər bir iştirakçılara uğurlar arzulayıram. Yəni Hülya ilə duelə qalsan nə olacaq? Nə baş verəcək? İstəmirəm indidən belə tez olsun. Yəni hələ bir neçə həftə burada. Oxuyacaq Rani Xamonda. İkimizdə bir ürək var, yarı səndə, yarı səndə. Onu Bizim oxuyacaq mənə duelə. oxuyacağımız duetlər var. Ona görə Hələ qarşıda duetləri var və qarşıda əziz duetlərimiz tamaşaçılarımız. Zarafat bir yana, amma bilirsiniz də bugünkü gün çox həyəcanlı gün olur. Çünki bugünkü gün biz yarış iştirakçılardan 2 nəfərin duelinə tamaşa edirik. Fərhad gülür. Fərhad, yəni sənin adın çıxsa bilmirəm də nə olacaq. Əziz tamaşaçılarımız, bizim 2 nəfərimiz sonda olan 2 yarış iştirakçısının SMS faizləri diqqətinizə çatdırıram. 5,49% bir iştirakçımızdadır. 6,49% digər iştirakçımızdadır. Və hər ikisinin adını səsləndirirəm, əziz tamaşaçılarımız. 6,49% olan iştirakçımız, 1 nömrəli iştirakçımız Fərhad Mirzəyevdir. Alqışlarınız orada qaldı. Və ikinci iştirakçımız 5,49% olan iştirakçımız isə 3 nömrəli iştirakçımız Raqif Əzizovdur. Elə bilirdin sənsən. Mənim əzizlərim, bugün dueldə Raqif və Fərhad olacaq. Bəlkə qalxasız ayağa. Həyəcanla başdan itiriblər. Raqif yoxdur, Raqif gəlməyib. Raqif üzürlü səbəblərdən bugün iştirak eləyə bilməyəcək. Axşamınız xeyir olsun Nurani xanım, əziz müsriflər, hər birinizi salamlayıram. Bugün onsuz da ürəyimə dammışdı ki, yəni mən olasıyam. Raqif də rəqibdir, yəni mənim elə tanıdığım yaxşı qardaşlardan biridir. Yəni burada heç kim rəqib deyil. Bir rəqibiniz var, o da kimdir? O da Nuranə Gülərdir, mənlə rəqibdirlər. Fərhad, ötən müsabiqədə uşaqların bir qismi bizə öyrəşmişdilər, bizi tərk eləməmək üçün qəhərlənirdilər, duelə çıxmaq istəmirdilər. Digəri də öz karyerasını tanınmaq üçün efirdən uzaq düşəcəkdən heyfslənirdi. Bir sual verəcəm sizə, indi siz bizi tərk etməmək üçün belə qəhərlənmişsiniz, yoxsa verilişi davam elətdirmək üçün ki, kaş daha çox olardım efirdə, daha çox reklamı gedərdim? İnşallah, yəqin ki efirdə qalarım. 50-50-yədir. Yo, Allah eləməsin. Yo, deyir ki, efir xatirinə. Sevirəm də, bax, o reallığı sevirəm də. Hər birinizi salamlayıram. Çox sağ olun, var olun. Əgər mümkün olsa elə başlayardım. Elə başlayaq. Bizim reklam fasiləmizə neçə dəqiqəmiz var? Zəhmət olmasa redaktorumuz mənə söyləsin. Reklamlardan sonra başlayarıq oxumağa. Bu arada əziz tamaşaçılarımız, mən də
sizə bizim sponsorlarımız haqqında danışım. Xüsusi olaraq abituriyentlərin nəzərinə çatdırmaq istəyirəm. Dəyərli abituriyentlərimiz, imtahanlara lap az bir vaxt qalıb. Sizə tövsiyə edirəm, Qlobus xaricdə təhsil şirkəti ilə əlaqə saxlayın və Anar müəllim sizə bu sahədə çox yaxından kömək olacaq. İllərdir, artıq 8 ildir ki, Qlobus xaricdə təhsil şirkəti fəaliyyət göstərir və fəaliyyət göstərdiyi bu illər ərzində doğrudan da bizim Azərbaycanlı bir çox abituriyentlərimiz, bir çox yeniyetmələrimiz məhz bu şirkətin sayəsində, deyək ki, qardaş Türkiyədə çox önəmli, belə deyim, adlı sanlı, tanınmış universitetlərdə təhsil alıb yenidən ölkəmizə qayıdıblar və Qlobus xaricdə təhsil şirkətinin bir önəmi var. Nədir o önəm? Diqqətinizə çatdırmaq istəyirəm. Məsələn, biz xarici ölkədə təhsil alanda mütləq araşdırmalıyıq ki, bu universitetin diplomları Azərbaycanda tanınır, yoxsa tanınmır. Əgər tanınmırsa, yəni bizim o universitetdə oxumağımız bizim 4 dilimizin hədər getməsinə bərabərdir. Amma Qlobus xaricdə təhsil şirkəti məhz elə universitetlərlə əməkdaşlıq edir ki, bu universitetlərin diplomları Azərbaycanda tanınır. Və bu ildən etibarən bu şirkət artıq Rusiyada olan bir çox universitetlərlə də əməkdaşlığa başlayıb. Ona görə mənim əzizlərim, dəyərli valideynlər, dəyərli abituriyentlər, qardaş Türkiyədə və Rusiyada universitetlərdə təhsil almaq, xaricdə təhsil almaq istəyirsinizsə, belə bir niyyətiniz, arzunuz varsa, onda buyurun Qlobus xaricdə təhsil şirkətinin əməkdaşları ilə, xüsusilə Anar müəllimlə əlaqə saxlayın. Telefon nömrəsini də diqqətinizə çatdırıram. 050-830-90-10 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz və qarşıdan gələn imtahanlarda sizə uğurlar, müvəffəqiyyətlər arzu edirəm. Arzu edirəm ki, yaxşı təhsil alasınız, gözəl kadrlar kimi yetişəsiniz və Azərbaycanımıza, dövlətimizə, xalqımıza, millətimizə lazımı bir vətəndaş olasınız, lazımı bir kadrlar kimi dönəsiniz. Belə, davam edəcəyik. Əziz tamaşaçılarımız, reklam fasiləsindən sonra yenə Solo Star istedadlar yarışında sizinlə bərabərik. Ölürəm yanıma gəlsin.
Təşəkkür, var olasın Şahin bəy, minnətdaram. Fərhad buyur. Mən deyəcəm Səbuhi də sizinlə bərabər. Səbuhi gəlin zəhmət olmasa. Raqif yoxdursa, Nurana xanım, əgər imkansa mən buradan mənə dəstək olanları bir salamlayayım. Elə əvvəldən demək istəyirsən, hə? Hər şey qabaqlayaq da, hə? Mənim qardaşım var, Buyur, Zöhrəf gəl qardaşım, Loğman, Gəl. Səlim və bütün Çaha cəmaatından, Çaha əhlindən dəstək gözləyirəm, sağ olsunlar. Fəhrad, Dəstək olsunlar. Alqaid sənə söz vermişdi ki, axıra qalsam mən səni çıxardacağam vəziyyətdən. Bax, buradan səslənirəm ki, öz dayın oğludur, Bəli, bəli. Şahalı Alqaid, yəni SMS-ləri versin Seyid Qurban bizə dəstək olur. Buradan onu da salamlayıram. Var olsun, dəstək olsunlar. İnşallah yaxşı olar hər şey. Yaxşı Çox sağ olun. olacaq. Belə, başlayırıq. Buyurun, Səbuhi və Fərhad gözəl bir-birinin ardınca mahnıları təqdim edin və əziz tamaşaçılarımız diqqətinizə çatdırım ki, Fərhada və Raqifə səs vermək üçün yalnız Azərcell nömrələrindən səs göndərə bilərsiniz. Hazırıq. Buyurun. Olaram dərdə həmdəyəm, səni qəmli görəndəyəm. Olaram dərdə həmdəyəm, səni qəmli görəndəyəm. Saçlarıma düşərdəyəm, səni qəmli görəndəyəm. Saçlarıma düşərdəyəm, səni qəmli görəndəyəm. Qoran olar, qan olar, işim ahuzar olar, mənə dünya dar olar, səni qəmli görəndə. Qoran olar, qan olar, işim ahuzar olar, mənə dünya dar olar, səni qəmli görəndə. O güneş üzü hərdən, bilməsin qımam səni. O güneş züherden bürümezsin duman çay. Saçlarıma düşərdən, səni qəmli görəndən. Saçlarıma düşerden seni gemli görenden. Olan olar, qan olar, işim ahuzar olar, mənə dünya dar olar, seni gemli görenden. Boran olar, qan olar, işim ahuzar olar, mənə dünya dar olar, səni qəmli görəndən. Özün gəhdin iltizarın qaldı ya, məhəbbətin yoxsa güzə gəldi ya. Özün gəhdin iltizarın qaldı ya, məhəbbətin yoxsa güzə gəldi ya. Dost tanışla bəlkə bizə gəldi ya. Dost tanışlar belki bize geldi ya. Bəs nə deyim məni sənsiz görəndə. Bəs nə deyim məni sensiz görəndə. Geyim diyarəhdi, andını pozdu getdi. Əllərini əlimə bir silə üzdü geyim. Deyim yarəhtini andını pozdu gitti. Ellerini elimle bir sile üzdü gitti. Evimizdən bir çıxardıq hər səhər. Yadlar baxıb deyərdi lütfən sevər. Evimizdən bir çıxardıq hər səhər. Yadlar baxıb deyərdi lütfən sevər. Eşkimize o vaxt
eşqimizə o vaxt həsrət çəkənlər Bəs nə deyir məni sənsiz görənlər Bəs nə deyir məni sənsiz görənlər Deyirmi yar əhdini yandını pozdu geydi Əllərini əlimlə bir silə üstü Deyirmi yar əhdini yandını pozdu geydi Əllərini əlimlə bir silə üstü Deyirmi yar əhdini yandını pozdu geydi Əllərini əlimlə bir silə üstü Deyirmi yar əhdini andını pozdu getdi Əllərini əlimlə bir silə üzdü getdi Teşekkürler. Buyur, sesini iste. Buyur, mikrofonu değiş zəhmət olmasa. Buyur. Çox sağ olsunlar, bizə dəstək olanlar hər birinə özlərinin təşəkkürümü bildirirəm. Laçın rayonunun 124 kəndi var. Bütün hər bir Aha, kənddən, buyur. hər əsrdən bir səs gözləyirəm. Dəstək olsunlar, var olsunlar. Day olanları, mama olanları, hamısı dəstək olub sağ olsunlar, var olsunlar. Yenə hər birinə öz təşəkkürümü bildirirəm. Çox sağ olsunlar. Teşekkürler. Bəs neçə yazsınlar, hara göndərsinlər? Bir yazıb 86 Aha, de. 110-a, De. bir yazıb 86 110-a, bir yazıb 86 120-yə. SMS göndərsinlər. Fərhad, az qala orada mimika ilə deyərsən ki, Əhsən müəllim bilir. Az qala mimika ilə deyərsən ki, tamaşaçı, Əhsən müəllim bilir də, həll edici. Bütün İstə də kəndlərin hər səsini istə də, birindən qardaş. dəstək gözləyirəm. Ağdamla bizə dəstəkdilər. Əmilərin adım bir-bir Şəlvə dərəsindən. Avtandil, Tariye, Hər birindən dəstək gözləyirəm. Hamısının adını çəksən köməklik eləsinlər də. Sənin bu Sağ saat olsunlar, var olsunlar. Hamısına özlərinin təşəkkürümü bildirirəm. Fərhad Çox sağ olun. utancaq bir Elə, oğlandır. elə dedi ki, elə bildim deyir ki, var olsunlar, sağ olsunlar, hamısının öz işləri var, öz gücləri var, öz işləri ilə məşğuldurlar. Yəni mənlə məşğul olmağa vaxt yoxdur. Hara əyləşirsən? Nurana xanım. Hara əyləşirsən? Niyə əyləşirsən? Fərhad, bugün gün sənin günündür. Səbuhi ilə oxudun, kimdən oxumaq istəyirsən indi? Elxan müəllim, gəlin zəhmət olmasa. Gəlin, gəlin. Gəlin Elxan müəllim, gəlin. Oxuyacaqsınız, nə edəcəksiniz? Nə oxşur oxuyurlar? Buyurun. Bu əziz tamaşaçılarımız ekspres olaraq Yuxusuz qoyursan məni Öyrənə bilmirəm ürəksini Gecələr yuxusuz qoymusan məni Öyrənə bilmirəm ürəksini Ay, atmaq şərtidir gözəlim səni Unutmaq səntidir gözəlim səni Sevirəm, sevirəm təmiz eşqimi Gəl gizlətmə məndən sən öz sirrini Sevirəm, sevirəm təmiz eşqini Gəl düzəltmə məndən ürəksini Məndən küsməyi salma səadə Hicrinə düzməyə qalmadı taqət Məndən küsməyi sanma sadə Düzəltməyə qalmadı sana Ay, sevirik biz səni ey gözəl afət Sevirəm mən səni ey gözəl afət Sevirəm, sevirəm təmiz eşqimi Gəl gizlətmə məndən sən öz sirrini Gəl gizlətmə məndən sən öz sirrini Sevirəm, sevirəm təmiz eşqini Bu təbəssüm bir çiçəyin izidir Hava gözlər bulaqların gözüdür Yüreğimdə məhəbbətin özüdür Yüreğimlə bacarmıram neyləyim Ay, bu təbəssüm bir çiçəyin izidir Ama gözlər bu ağların gözüdür Ürəyimdən solusların özüdür Yüreğimlə bacarmıram neyləyim
Uşaqlığın havası var başında, yüreğimin xəncəri var qaşında. Ne sevindim ben indi bu yaşımda, yüreğimle bacarmıram neyleyim. Uşaqlığın havası var başında, yüreğimin xəncəri var qaşında. Ne sevindim ben indi bu yaşımda, yüreğimle bacarmıram neyleyim. Yüreğimle bacarmıram neyleyim. Bana girdi üzüme, diken baktı dizime. Eğildim çizemeye, yarısı taştı gözüme. Bana girdi üzüme, diken baktı dizime. Eğildim çizlenmeye, yarısı taştı gözüme. Ay kız heyran olam, ay kız heyran olam. Ay kız heyran olam, aman heyran olam. Gelersen kanalam, gidersen yola salla. Gelersen kanalam, gidersen yola salla. Ey çölümden ben neyli, dilim dolu güleyli. Vay vay. Mehir salmışam axı, heyran olmuşam axı, hürmet olmuşam axı, şamaxı ay şamaxı. Mehir salmışam axı, heyran olmuşam axı, kurban olmuşam axı, şamaxı ay şamaxı. Seni nice almayım, ateşine yanmayım. Seni nice almayım, ateşine yanmayım. Başına dolanmayım, lanet bulağına, kız galası dağına. Başına dolanmayım, lanet bulağına, kız galası dağına. Ay ne his almışam axı, heybət olmuşam axı, qürbət olmuşam axı, şamaxı ay şamaxı. Ne his almışam axı, heyran olmuşam axı, qürbət olmuşam axı, şamaxı ay şamaxı. Laçımda bir kuyu var, şekerden şirin suyu var. Laçımda bir kuyu var, şekerden şirin suyu var. Her güzelin öz soyu var, her güzelin öz soyu var. Vay 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 vay, gel cana yerler güzeli, sen Laçınımın güzeli. Gel cana yerler güzeli, sen Qarabağın güzeli. Ay gələk mehri məhəbbətiyə, üzüm əndən niyə döndüyə? Gələk mehri məhəbbətiyə, üzüm əndən niyə döndüyə? Aldı şekerler kendim aydın, Üzüm əndən niyə döndü? aldı şekerler kendim ayvalar. Üzüm əndən niyə döndü? Niye döndü, niye döndü, üzüm elden niye döndü? Niye döndü, niye döndü, üzüm elden niye döndü? Ağzı şəkərlər qəlbim ay gözəl, üzüm əndən niyə döndü? Ağzı şəkərlər qəlbim ay gözəl, üzüm əndən niyə döndü? Ay dostlarım gelin size söyleyeyim, düşmene bir dertli Qarabağlılar. Ay dostlarım gelin size söyleyeyim, düşmene bir dertli Qarabağlılar. Bir karış torpağı da vermedi. Ay bu dağdan aşmaq olmaz, oyna gülüm oyna. Narıncı başmaq olmaz, oyna gülüm oyna. Bu dağdan aşmaq olmaz, oyna gülüm oyna. Narıncı başmaq olmaz, oyna gülüm oyna. Üzümdə xalvay qız, başlı camalvay qız. Öldürür nazım beni, nəli xəyalvay qız. Oyna gülüm oyna, oyna yarım oyna. Oyna gülüm oyna, oyna yarım oyna.
başına Kurbanı olaydım ana gözlerin Pervane terdan alaydım başına Kurbanı olaydım ana gözlerin Gözlerin ana gözlerin Nurları olaydım ana gözlerin Gözlerin ama gözlerin Kurban olaydım ama gözlerin Gözlerini süzme gülüm yüreğimi üzme gülüm Senden güzül gözü gülüm Göze sevgilim Gözlerini süzme gülüm yüreğimi üzme gülüm Senden güzül gözü gülüm Göze sevgilim Yarışınım Sevebilmezsen gülüm Özür yaldıran seni Gel görüm kimi yarsan Pişman olsan da aktarma beni Tamaşaçılarımız, mən yenə sponsorlarımıza təşəkkür etmək istəyirəm. Bu arada Vüsal hazırlaşsın, gözəl bir mahnı ilə sizin qarşınızda çıxış edəcək və mənim əzizlərim, Uşaq İnkişaf Mərkəzi haqqında sizə məlumat vermək istəyirəm. Dəyərli valideynlər və o valideynlərə səslənirəm ki, əgər övladınızda autizmin əlamətləri özünü biruzə verirsə, məsələn, uşaq nitqində geriləmə hiss edirsiniz, danışığında kəkələmə var, sözləri düzgün ifadə etmir, öz fikrini sizə çatdıra bilmir. Ümumiyyətlə, autizm spektrli uşaqlar sanki sizin yanınızdadılar, amma sizin yanınızda deyirlər. Mikrofonu söndürün zəhmət olmasa, efirlidən. Mənim əzizlərim, məsələn, deyək ki, siz uşağa su vermək istəyirsiniz. Sözsüz ki, təbii ki, uşaqdan soruşursunuz ki, su içmək istəyirsən, sizin cümlənizi uşaq sizin özünüzə qaytarır, mənim əzizlərim. Amma su içib içməməyi barədə sizə məlumat verə bilmir. Və ən əsas məsələ bu tip uşaqlarla sosial deyək ki, arada valideynlər çox böyük əziyyət çəkirlər. Məsələn, İctimai nəqliyyatdan heç cür istifadə edə bilmirlər, çünki uşaqların davranışları dözülməz olur. Hətta müəyyən müddət müalicə almayan uşaqlarda artıq aqressiya başlayır və aqressiya baş qaldıran uşaqlar evdə belə öz doğmalarının arasında onların yaşamağı doğmaları üçün təhlükə yaradır. Məsələn, özündən yaşca kiçik olan bacı və qardaşlarına hər hansı bir xəsarəti yetirə bilər, hətta anaya, ataya, hətta uşaqlar var ki, deyək ki, uşaq özü öz başına vurur. Təsəvvürünüzə gətirirsiniz. Mən Uşaq İnkişaf Mərkəzində bir uşaq gördüm əziz tamaşaçılarımız. Bu uşaq o dərəcədə başına vururdu ki, yəni uşağın özündən asılı deyil idi. Uşağın başına, deyək ki, boksda, idmanda geyinilən bir, belə deyim, dəbilqə, şlem ki var, bax o şlemi geyindirmişdilər ki, uşaq özünə xəsarət toxundurmasın. Və diqqətinizə çatdırım ki, Uşaq İnkişaf Mərkəzində bu tip uşaqların müayinə və müalicəsi son dərəcə gözəl şəkildə, yaxşı nəticələrlə aparılır. Dünyanın müxtəlif ölkələrindən bugün Bakıya Uşaq İnkişaf Mərkəzinə məhz David Eyxelin, Yosif Eyxelin adı üçün gəlirlər. Niyə? Çünki bu insanlar 20 ilə yaxındır ki, bütün dünyada məşhurdular və onların İsraildə yerləşən mərkəzləri, Bir David mərkəzi dünyanın müxtəlif ölkələrindən gələn uşaqların müalicəsini effektiv şəkildə, yaxşı nəticələrlə yerinə yetirib. Mən də çox istəyirəm, mənim də ürəyimdən keçir ki, bizim Azərbaycanlı valideynlərimiz var, uzaq dağ rayonlarında yaşayırlar. Ola bilər ki, xəbərsizlər, ola bilər ki, belə bir uşaq inkişaf mərkəzinin olmasından, Bakıda açılan filialından xəbərsizlər. Mən bu xəbəri sizə çatdırıram, mənim əzizlərim. Telefon nömrəsini diqqətinizə çatdırıram. 055-627-30-70 nömrəsi ilə əlaqə saxlayın və David Eyxelin, Yosif Eyxelin müayinə və müalicələrinə gəlin. Gəlin, effekti özünüz görəcəksiniz. Mənim adımdan gəlin, Nuraynə Gülərin adından gəlin. Müayinələrdə və müalicələrdə sizə xeyli endirimlər olacaq. Təşəkkürlərimi bildirirəm. Belə, davam edirikmi? Seyran müəllim, Vüsalın mahnısı ilə davam edirik. Əziz tamaşaçılarımız, Vüsal Aslanlı və diqqətinizə çatdırım ki, Vüsal Aslanlı hal-hazırda bizim Solostar yarış iştirakçıları arasında birinciliyi qoruyub saxlayır. Gəlin alışlayaq. İkimiz bile
belə qalxdıq zilə Göz yaşımız dönüb selə İndi günah nə səndədir, nə məndə Hər ikimiz bilə-bilə Nədən belə qalxdıq zilə Göz yaşımız dönüb selə İndi günah nə səndədir, nə məndə Güneylərdə əl-ələdir Quzeylərdə əl-ələdir Məhəbbətlər dinlənədir İndi günah nə səndədir, nə məndə Güneylərdə əl-ələdir Quzeylərdə əl-ələdir Məhəbbətlər dinlənədir İndi günah nə səndədir, nə məndə Damarı sudan durur Hərəmiz bir evin nuru Həm yaşanır həm də qurur İndi günah nə səndədir, nə məndə Aydanarı sudan vurur Hərəmiz bir evin nuru Həm yaşanır həm də qurur İndi günah nə səndədir, nə məndə Güneylərdə əl-ələdir Quzeylərdə bələlədir Məhəbbətlər dinlənədir İndi günah nə səndədir, nə məndə Güneylərdə əl-ələdir Quzeylərdə bələlədir Məhəbbətlər dinlənədir İndi günah nə səndədir, nə məndə Güneylərdə ələnədir Quzeylərdə bələnədir Məhəbbətlər dillənədir İndi günah nə səndədir, nə məndə Güneylərdə ələnədir Quzeylərdə bələnədir Məhəbbətlər dillənədir İndi günah nə səndədir, nə məndə Teşekkürler Vüsal. Samir Əzim, xoş gəlmisən. Xoş gördük. Çox sağ olun Nurana xanım. Təşəkkür edirəm. Mən də münsiflər heyətinin hər birini salamlayıram. Üzürlü sayın gecikdiyimə görə 2 gündür ki, yəni qaça-qaç, qofa-qof. Əsas odur ki, gəldim dəyərli münsiflər heyəti ilə buradakı iştirakçılarla görüşdüm. Səni gördüm. Televiziya tamaşaçılarımızı salamlayıram. Hər birinə xoş istirahət, maraqlı, gözəl, zövqlü, musiqilər proqram arzulayıram. Bu qədər. Əziz tamaşaçılarımız, bugün bilirsiniz ki, bizim 2 iştirakçımızdan biri Solo Star yarışını tərk edəcək. O ya Ragif olacaq, ya da Fərhad olacaq. Nuranə xanım, Bəli. ürəyim Raqifin yanında qalıb. Yəni elə şeylər var ki, efirdə deyilməz, amma doğrudan da böyük bir problemlə üzləşib. Ona görə bu o qədər mədəni, o qədər kübar, o qədər ifasında səlis bir ifaçıdır ki, yəni ola bilər ki, o muğam ifaçısı deyil, amma
milli musiqilərimizi notdan kənara çıxmadan çox səlis ifa edir. Mənim kimi, mən estrada müğənnisiyəm, yəni xalq musiqilərimizi notdan kənara çıxmadan ifa edirəm. Ürəyim onun yanında qalıb, acil-acil şəfalar diləyirəm. Səhhəti ilə bağlı problem olduğuna görə bəli. Səbir diləyirəm. Ürəyimiz sizinlədir, Raqif, deyib gülürük, əylənirik burada. Təbii ki, sevinclə kədər qardaş olduğuna görə uşaqlara dəstək olmaq üçün deyib gülürük, amma mən oradan sizə dəyər verirəm, çox istəyirəm sizi. Təbii ki, bütün müsiblər heyəti, başda ağsaqqalımız Rafiq müəllim olmaq şərti ilə çox mədəni bir insan olduğu üçün hiss eləyirəm sənin ağrılarını, yanındayam. Raqib, biz də sənə mənəvi olaraq dəstəyik və əziz tamaşaçılarımız hal-hazırda Raqif Əzizova göndərdiyiniz SMS-lərin faiz dərəcəsini diqqətinizə çatdırıram. 5,48%dir və Fərhad Mirzəyev üçün isə 6,64%dir. Əgər proqramımızın son dəqiqələrinə qədər bu faizlər dəyişilməsə, demək ki, biz Raqiflə bugün sağollaşmalı olacağıq. Amma bilmək olmaz. Raqifi sevənlər buyursunlar. Əgər Raqifə səs vermək istəyirsinizsə 3 yazırsınız yalnız Azərsel nömrələrindən 86-101-ə, 86-110-a və 86-120-yə SMS-lərinizi göndərirsiniz. Yox, əgər Fərhad Mirzəyevə səs vermək istəyirsinizsə onda 1 yazacaqsınız. Fərhadın SMS kodu 1-dir. 86-101-ə, 86-110-a və 86-120-yə yalnız Azərsel nömrələrindən öz SMS-lərinizi göndərəcəksiniz. Və mənim əzizlərim, diqqətinizə çatdırım ki, bugün həm də bizim tibb işçilərinin bayramıdır, həkimlərimizin bayramıdır. Azərbaycan səhiyyə işçilərini, tibb işçilərini ürəkdən təbrik edirik mənim əzizlərim. Alqışlarınızla biz bu alqışlarımızı Azərbaycan səhiyyəsində əziyyəti olan, zəhməti olan bütün həkimlərimizə şamil edirik və həqiqətən Azərbaycan həkimləri biz həm Covid dönəmində, eyni zamanda 44 günlük vətən müharibəsi dövründə, bütünlükdə bu 30 il boyunca biz işğalçılarla üz-üzə dayandığımız müddətdə həkimlərimizin necə fədakarlıq göstərdiyinin zaman-zaman şahidi olmuşuq və bizim müqəddəs şəhidlərimizin arasında çoxlu sayda tibb işçilərimiz var, həkimlərimiz var. Ruhları şad olsun, hər birinin ruhu qarşısında baş əyirik və bugün Azərbaycan səhiyyəsinə xidmət edən əsl həkimlərimiz, əsl o vicdanlı həkimlərimiz, Azərbaycan xalqına xidmət edən həkimlərimiz, Allah sizləri qorusun. Sizə hər zaman minnətdarlıq hissimizi duyduracağıq və bu arada diqqətinizə çatdırım ki, bizim kanalımızın müxbirləri arasında olan Aytən xanımın bibisi də elə həkimdir. Kardioloq, terapevt Aynur xanımı da bütün tibb işçilərinin sırasında ürəkdən təbrik edirik. Bizim də ekspertlərimiz arasında həkimlərimiz var, dəyərli tibb işçilərimiz var. Hər birinizə uzun ömür, can sağlığı diləyirik və arzu edirik ki, necə ki bugünə qədər Azərbaycan xalqının sağlığı keşiyində dayanmışsınız. Bugündən sonra da bax belə olsun. Öpürəm, bağrıma basıram. Tibb işçilərinin bayramını ürəkdən təbrik edirik. Və reklam fasiləsindən sonra yenidən Solostar'da görüşəcəyik. Özgələr tək üzümə mənim. Mən həmin adamam, mən o adamam. Çoxdandır görmürsən üzümü mənim, indi mən sənin üçün bir yad adamam. Mən həmin adamam, mən o adamam. Bəlkə də qəlbində yad yuva salıb, qırılıb əllərim yanımda qalıb, dikilib gözlərim yolunda qalıb, çoxuna kənardan mən şad adamam, mən həmin adamam, mən o adamam. Gör, bu talihimdə nələr yaşadım, illərlə mən sənsiz nələr yaşadım, gözlədim mən səni gələr, yaşadım. Bax belə həyatı
bərbad adamam. Mən həmin adamam, mən o adamam. Mən sənin gördüyün o mərd adamam. Geldim qara saçlarıma düşdü anadan Bakıda. Hər günüm qəmə bürünür, kesmir ömür şəm Bakıda. Atam yox qayğıma qala. Bu sınıq könlümü ala. Qardaş, bacı, nə də bala olmur ana sən Bakıda. Kesilmez yollardan keçdik. Susadıq göz yaşı içdik. Niyə pərən-pərən düşdük? Sən Qazaxda, mən Bakıda. Hələ körpəydim, çağam deyirdin. Hərdən əzizləyib ağam deyirdin. Gah da qardaş bilib qağam deyirdin. Sözlərinə qurban olum ayana. Könüllər oxşayan söz ol demsən. Elinə, obana göz ol demsən. Düzlük yaxşı şeydir, düz ol demsən. Düzlüyünə qurban olum ayana. Həsrət qalıb o yerlərə izlərin. Səhər axşam leysan töküb gözlərin. Ayaq getmir, heydən düşüb dizlərin. Dizlərinə qurban olum ayana. Özüm sənə qurban olum canana. Buyur canım. Yarın qeydinə qala yalvara yalvara Mimaz ilə qol boynuna sana yalvara yalvara Yar gərək yarın qeydinə qala yalvara yalvara Mimaz ilə qol boynuna sana yalvara yalvara Yara yalvara yalvara qaldım yalvara yalvara Yara yalvara yalvara qaldım yalvara yalvara Az qalmışdı toyumuza, qasaxladı gələn yaza. Mən də qaldım insafsıza, elə yalvara yalvara. Az qalmışdı toyumuza, qasaxladı gələn yaza. Mən də qaldım insafsıza, elə yalvara yalvara. Yarıma yalvara yalvara, qıza yalvara yalvara. O yara yalvara yalvara, qaldım yalvara yalvara.
senden ayrı geceler Bir ülkemi uzun olur neyleyim Bahçamızda kızıl güller her seher Bahçamızda kızıl güller her seher Gözden açır vaxtsız solur neyleyim Gözden açır vaxtsız solur neyleyim 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 yarım neyleyim 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 yarım neyleyim Sürgüden nazlı yalan neyleyim Sürgüden nazlı yalan neyleyim Karadı saçları beni dirince Olmadı yanağı dodalı dönsen Yer işi duruşu laf yüreğimde Yer işi duruşu laf yüreğimde Bu gözeli neden sevmeyim Allah Canımı besmeden vermeyim Allah Bu gözeli neden sevmeyim Allah Canımı besmeden vermeyim Allah Araqçının məndədir ceylan, sərmişəm çəməndən ceylan. Araqçının məndədir ceylan, sərmişəm çəməndən ceylan. Aləm gözələ dönsə ceylan, mənim gözüm səndədir ceylan. Aləm gözələ dönsə ceylan, mənim gözüm səndədir ceylan. Gel aparım seni ay göz Bizim ellere ellere Seni görüp salıversin Seni görüp salıversin Sana göllere göllere Sana göllere göllere Sana göllere göllere Dağ başında qarımsan, alma heyvan arımsan. Dağ başında qarımsan, alma heyvan arımsan. İstəhli bir yarımsan, istəhli bir yarımsan. Dumanlanam sənnənəm, sənnənəm, sənnənəm. Ay maralım sənnənəm, ay gözəlim sənnənəm. Ay maralım sənnənəm, ay gözəlim sənnənəm. Teşekkürler. Teşekkürler, minnətdaram Şahin bəy. O sazın ifasıyla, sazın havasıyla başqa bir coşku gətirdiniz. Çox sağ olun, teşekkür edirəm. Samir Əziz qardaşım, çox teşekkür edirəm. Şeirin Mən üçün, təşəkkür ürəyin edirəm, üçün, çox sağ ol. qəlbin üçün. Çox sağ ol, var ol. Təşəkkür edirəm hər birinizə. İndi sadəcə olaraq vaxt azdır deyə hərəmiz biraz nə bilim nəsə elədik. O biraz tamaşaçılara zövq verir də. Çox sağ ol, təşəkkür ederim. Deyir o gözəl ifanın da, gözəl mahnının da, gözəl şeirin də azı yaxşıdır, hə, əziz tamaşaçılarımız. Biz belə danışırıq, amma çox həyəcanlıyıq. Bugün bilmirik, Fərhad gedəcək, yoxsa Raqif gedəcək? Fərhad kim gedəcək? Bizim redaktorumuz söyləsin mən. Fatimə xanım. Ay Fatimə xanım. Nə qədər vaxtımız qalıb? Mən bilirəm ki, uşaqlardan bilməm hansı biri gedəcək. Mənim ürəyim gedir. Neçə dəfədir aşıqlarımız gəlib bizim proqrama qonaq olur. Elə istəyirəm Qoca Qartal oxuyum. Yadımdan çıxır. Şahin bir daşın gələcəksə inşallah Qoca Qartal oxuyum səninlə bərabər. Ən çox sevdiyim şərqidir aşıq musiqisindən. Qoca Qartal, nə gəzirsən, dağlar qoynunda. Ay şaşda, nə gəlsin solslarda? Hanı SMS-ləriniz? Bəyəm, bugün oxuya bilmərik. Buyurun. Ürəyim güp edir. Bu güp nesin? Ətrafında oxuyan olmaz. O güp-güpü da bizə eşitdirən bizim səs rejissorumuza. Samir, öldürmüsən bizi burada o güp-güpla.
Deməli, əziz tamaşaçılarımız, 5 dəqiqəmiz var efirimizin sonuna. Açıqlayaq. Nə deyirsiniz? Nə deyirsiniz? Açıqlayaq. Hə? Əziz tamaşaçılarımız, son olaraq SMS faizlərimizi diqqətinizə çatdırmaq istəyirəm. Fərhad gülür. Fərhad gülür, çünki Fərhadın qohum-əqrəbası Fərhada xəbər göndərib ki, qorxma, biz səninləyik, hə? Əziz tamaşaçılarımız, son olaraq SMS faizlərimizi diqqətinizə çatdırırıq. Bir iştirakçımızda 5,47%dir və digər iştirakçımızda 6,8%dir. Və diqqətinizə çatdırım ki, bugün Solo Star istedadlar yarışını tərk edən bizim 3 nömrəli iştirakçımız Raqif Əzizov oldu, 5,47% səslə. Raqif bugün burada olmasa da, əziz tamaşaçılarımız, Raqifin səhhətində problemləri olduğuna görə biz üzürlü səbəblərdən burada iştirak edə bilmədiyinə görə, amma növbəti proqramımızda biz Raqifi burada gözləyirik. Ən azından tamaşaçılarla biz sizə şərait yaradacağıq ki, gəlib sağollaşasınız, hələlik deyərsiniz tamaşaçılara, çünki növbəti efirlərdə sizi yəqin ki görəcəyik. Fərhad, təbrik edirəm. Çox sağ olun, Rana xanım. Mənim də dəstək olanlar hər bir kəsə özlərinin təşəkkürümü bildirirəm. Raqifə də yollarında uğurlar olsun. Mənim qardaşım, gözəl qardaşımdır. Heçlənməsin qardaş, yəni bu yarışdır. Biri udur, biri uduzur, yəni bu verilişin formatı belədir. Çox sağ olun. Mən dəstəkləyənlər hər bir kəsə özlərinin təşəkkürümü bildirirəm. Fərhada səs göndərən bütün tamaşaçılarımıza dərin təşəkkürümüzü bildiririk və əziz tamaşaçılarımız, bizim artıq yarış iştirakçılarından 5 nəfərimiz qaldı. Mən onların adlarını bir daha səsləndirmək istəyirəm. Bizim yarış iştirakçılarımız Solo Star istedadlar yarışına qatılan 14 nəfərdən bugün artıq 5 nəfər iştirakçımız var. Bizim 10 nömrəli iştirakçımız Vüsal Aslanlı, alqışlarınızla və musiqi ilə müşayiət etsəydiniz çox gözəl olardı. Musiqi ilə də müşayiət etsəydiniz əla olardı. Proqramımızın son dəqiqələridir. İştirakçıların adlarını çəkirəm. 10 nömrəli iştirakçımız Vüsal Aslanlı. Daha sonra bizim 7 nömrəli iştirakçımız Səbuhi Rəsuli. 6 nömrəli bizim iştirakçımız Hülya Əzizova. 5 nömrəli iştirakçımız Zakir Tarvediyev. Və bizim 1 nömrəli iştirakçımız Fərhad Mirzəyev. Əziz tamaşaçılarımız, növbəti həftəyə qədər sizinlə sağollaşırıq. Bu 5 iştirakçıdan kimi Solo Star istedadlar yarışının qalibi edəcəksiniz. Yenə sizin istəyiniz, sizin göndərdiyiniz SMS-lərin sayəsində olacaq. Sizcə hansıdır? Kimə SMS çox gələcək? Kimə SMS göndərirlər? Nə yaxşı mesaj göndərir? Əsas SMS-dir. Əsas məsələ. Bəli. Kimdir sizcə? Gələn həftə çıxan kim olacaq sizcə? Fərhad olacaq. Fərhad olacaq gələn həftə. Amma duelə qalan bəlkə də Fərhadla Zakir oldu, bəlkə də. Zakir, möhkəm ol. Hə? Burada Şamax elinə də bir salamlarını göndər. Amma mən elə düşünmürəm. Siz elə düşünmürsünüz. Yox. Niyə? Hər an faizlər dəyişə bilər. Yatmış şirlər var. Bəli. Hələ bilmək onu. Əlbəttə, buyurun. Siyasət var. Buyurun. Çox sağ olun Rana xanım. Təşəkkür edirəm hər birinizə. Azərbaycan xalqından mən dəstək gözləyirəm. Bugün burada olduğuma görə səbəbkar olan Daim oğlu Ağayev Farizə təşəkkürümü bildirəm. Moskvada mənə dəstək edib. Bütün mənə dəstək olanlara təşəkkürümü bildirəm. Allah sizlərə var olsun. Təşəkkür ederim. Çox sağ olun. Əhsən müəllimin sözündə həqiqət var əziz tamaşaçılarımız. Gələn həftəyə qədər hələ vaxtımız var. Bilmək olmaz. Faiz dərəcələri necə dəyişəcək. Ona görə Səbuhi, çox da gülməyin. Bilmək olmaz. Zakir bəlkə gəldi, keçdi sizdən önə. Sözün var, buyur. Gələr başına. Deyəcəm. De, buyur. Yox, mən Nurhan xanım, mən təbəssümlü insanam. Yəni həmişə istəyirəm ki, insanlar məndən çəkinməsin. Əksinə yəni gülə-gülə yola salacaqsan hamısını. Estağfurullah. Özür demirəm, sadəcə mənim xarakterim budur.
bütün iştirakçılara uğurlar arzu edirəm. Yəni Həsən müəllim dediyi kimi hər an hər şey dəyişə bilir. Yəni biz bura ilk vaxtlarda da gələndə SMS faizlərinə görə kimlərsə düşünürdük qalacaqdı elə, amma gəlirdik ki, tamamilə fərqli iştirakçılar qalırdı. Ona görə mən heç də rahat deyiləm yəni. Təşəkkür edirəm. Narahat olun, narahat olun. Bəli, belə əziz tamaşaçılarımız gələn həftəyə qədər sizinlə sağollaşırıq və gələn həftəyə qədər sizin hələ xeyli vaxtınız var. Kimi gələn həftə Solo Star istedadlar yarışında yola salacaqsınız, kimlər burada qalacaq, bunu yenə siz biləcəksiniz. Dəyərli münsiflər heyəti, təşəkkürlərimi bildirəm sizə və bütün xanımlarımızı Miss Today mağazasına dəvət etmək istəyirəm. İnşaatçılar metro stansiyasının yaxınlığında yerləşir. Ən gözəl geyimlər gözəl xanımlar üçün, zövqü gözəl xanımlar üçün Miss Today mağazasındadır. Belə mənim əzizlərim, özünüzdən müğayyət olun. Gələn həftə yenidən görüşəcəyik. Allah amanında sabah eyni saatda yenə görüşərik. Sağ olun. İstedadların yarışı Solo Star.